Benim kanalımın seyirciləri, belimdə yırtıq və protruzya olduğuna görə nişidən bəzi hərəkətləri eləmək məcburiyyətində qalıram. Bəli, məcburiyyətində qalıram, çünki bu yaşda insan öz başına qoşulur, ancaq kayfavat eləyər. Və bilirsiniz ki, mən düşünə bilən insan kimi istənilən vəziyyətdə nəysə haqda düşünürəm. Hipnoz nədir? Hipnoz odur ki, beyinə eyni vaxtda müxtəlif yollarla təsir, beyin eyni vaxtda iki informasiyanı emal eləyə bilmir. Loru dildə desək, düşür resetə, reset gedir, restart gedir. Və bizim rastlaşdığımız ilk birinci hipnoz beşikdir. Analarımız bizə beşikdə layla deyərək, həm layla deyir bu informasiyanın biri, həm də beşiyi yenilədir. Biz eyni vaxtda iki informasiyanı emal edə bilmədiyimiz üçün hipnoz vəziyyətinə düşüb yatırıq. Prosta bizi biraz uşaqlıqda çox yellədiblər. Biz hələ də hipnozdan çıxa bilməmişik. Bu qədər sağlam olasınız, ağrınmaz.